metropoliteni Qapalı Səhmdar Cəmiyyəti genişləndirilmə layihəsi üçün mühəndislik məsləhəti xidməti almaq məqsədi ilə Türkiyənin Metro İstanbul şirkəti ilə ümumi dəyəri 586.500 manat müqavilə imzalayıb. Metropolitenin yarım milyon manata məsləhət alması ictimaiyyətdə bəzi suallar doğurur. Xüsusən böyük məbləğin nəyə xərclənəcəyi və xidmətin hansı ehtiyacları qarşılayacağı ilə bağlı aydınlığa ehtiyac var. Məsələ ilə bağlı Yeniçağazı açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, sözü gedən məsələnin maliyyə əsaslandırılması ictimaiyyətə təqdim edilməlidir. İlqar Hüseynli Bakı metropoliteninin indiyənə kimi kifayət qədər kadr potensialı formalaşdıra bilmədiyini vurğulayaraq, İstanbul metrosunun qısa tarixçəsinə baxmayaraq, bu qədər böyük məbləğin hansı əsaslara tələb etdiyini sorğulayıb. Bu xəbəri özüm də oxuyarkən çox təəccübləndim. Bakı metropoliten indiyə qədər niyə normal bir kadr heyəti yetişdirə bilməyib ki, qısa bir tarixçiyə malik olan, onunla müqayisədə təbii ki, İstanbul metropolitenindən məsləhət üçün bu qədər vəsait pul xərcləyəcək. Yəni ortada çox böyük vəsaitdən söhbət gedir. Bəlkə də orada elə texniki detallar var ki, doğrudan da bəlkə o dəyərə. Amma bunu cəmiyyətə, ictimaiyyətə açıqlamaq lazımdır ki, bu tipli suallar çıxmasını ortaya. Bu pul nəyə sərf olunacaq? Bilirsiniz ki, metropoliten dövlətdən dotasiya alaraq özünü saxlayan bir qurumdur. Pandemiya dövründə Azərbaycan metrosu, metropoliten heç bir fəaliyyəti demək olar ki, olmadığı halda xatırlayıramsa 80 milyon manata yaxın dövlətdən dotasiya almışdır. Bir qurum əgər dövlətin vəsaiti hesabına yaşayırsa və dövlətin vəsaiti vergi ödəyicilərinin pulları hesabında formalaşırsa, bu vəsaitlə bağlı açıqlama yapılmalı. İstanbul metropoliteninin nə qədər yeni bir informasiyalara və texnologiyalara malikdir ki, bunu Azərbaycan təlimat almaq üçün yarım milyon manat xərcləyəcək. Bunun ictimaiyyətə bir açıqlaması verməlidir. Elə bir açıqlama verə bilərlər ki, bütün ictimaiyyət təəccübləndirir və haqq verərik ki, elə doğrudan da bu vəsait xərcləməyə, məsləhəti almağa dəyər. İstanbul Bələdiyyəsi bir ekip formalaşdırıb çox qısa bir müddətdə tez sürətli tikintilər həyata keçirərək metro inşa edir. 2030-cu ilə qədər bir ölkə prezidentinin sərəncamı var. Yol infrastrukturunun nizamlanması ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin o dövlət proqramı tərkibində qısa müddətdə Bakı metropoliteninin ona yaxın stansiyasında orada belə bir rəqam var. Kilib təhvil verilməsi məsələsi var. Bu sürətli tikinti metodlarını öyrənəcəklərmi? Suallar çoxdur. Onun maliyyə əsaslandırılmasını ictimaiyyətə təqdim eləməlidirlər. Nə üçün? Bu konsultasiya xidmətinin nədən ibarət olduğunu ictimaiyyət bilməlidir ki, biz haqq verək. Dəyərmi pula görə yoxsa dəyməz? Mən düşünmürəm ki, İstanbul Bələdiyyəsi şərt olaraq qoyabıq ki, mütləq biz onu pulla satacağıq. Bildiyimiz bilgiləri biz konsultasiyanı sizə pulla satacağıq.